11-ci sınavın suallarına baxaq. Yer kürəsinin orbit müstəvisinə meyilliyinin dəyişməsi nəticəsində şimal mülayim işğalma qurşağının şimal və cənub sərhədləri arasındakı məsafə 3774 kilometr təşkil etmişdir. Gəlin öncə buranı baxaq görək bu nə demək istəyir. Biz bilirik ki, yerin xəyali oxunun orbit müstəvisinə meyilli bucağı dəyişərsə, qütb dairələrinin coğrafi enliyi də o bucağa uyğun dəyişər. Tropiklər isə o rəqəmin 90-dan çıxılması ilə əldə edilər. Yəni, məsəl üçün, deyək ki, yerin xəyali oxu orbit müstəvisinə meyilli bucağı 70 dərəcəyə çıxarsa, 66,5-dən 70-ə çıxarsa, deməli, qütb dairəsi də 70-dən keçər, tropiklər isə 20-dən keçər. Və ya tərsinə, xəyali oxun meyilli bucağı kiçilərsə, qütb dairəsi də kiçilər, tropik isə artar. İndi burada dəyişdiyinə görə mülayim işıqlanma qurşağının sərhədləri biz bilirik ki, qütb dairəsi və tropik xəttdir. Onların arasındakı məsafə 3774 kilometr təşkil edir. Bunun neçə dərəcə olduğunu bilməkdən ötürü 3774-ü 111-ə bölərik və cavabımızın 34 dərəcə olduğunu taparıq. Normalda hal-hazırda tropik xətlə qütb dairəsinin arasında məsafə biz bilirik ki 43 dərəcədir. Yəni 66,5-dən 70,5 çıxanda 43 dərəcə qalır. Və bu aradakı məsafə 43 dərəcədən 34 dərəcəyə düşürsə, deməli 9 dərəcə mülayim işıqlanma qurşağı kiçilib. 9 dərəcə kiçilmək qütb dairəsinin 4,5 dərəcə aşağı gəlməsi, tropikin isə 4,5 dərəcə yuxarı çıxması deməkdir. Ya da şimala doğru meyl eləməsi deməkdir. Bilirik ki, hal-hazırda tropik xətt 23,5 dərəcədən keçir. 23,5 dərəcənin üstünə o aradakı fərqini, yəni 4,5-i gəlsək, belə çıxır ki, tropiklər 28 dərəcədən keçəcək. Biz artıq şərtimizin ilk hissəsindən bildik ki, tropiklər 28 dərəcədən keçir. Bu halda günəş şüalarının minimum düşmə bucağının 36 dərəcəyə bərabər olduğu fərqli coğrafi enliklər arasında ən qısa məsafə, gəlin bu hissəni də tapaq. Əgər tropik xətt 28 dərəcədən keçirsə, hansı coğrafi enliyə günəş şüalarının minimum düşmə bucağı 36 dərəcə olar? Bundan ötürü biz nə edirik? 90-dan çıxırıq 36-nı elədi 54. Deyək ki, günəş şimal tropikindədir. Şimal tropikindən 54 dərəcə cənubda yerləşən məntəqə olacaq 26 dərəcə cənub enliyi. Bu halda günəş şüalarının minimum düşmə bucağının 36 dərəcəyə bərabər olduğu fərqli coğrafi enliklər deyirsə, deməli söhbət 26 dərəcə şimal enliyi və 26 dərəcə cənub enliyindən söhbət gedir. Bunların arasından ekvatoru çəksək, ikisinin arasında 52 dərəcə coğrafi enlik fərqi formalaşmış olur. 52 dərəcə coğrafi enlik fərqində 111 kilometrdən vursaq, eləyəcək 5722 kilometr. Eləyəcək 5772 kilometr məsafə. Bu artıq bizim həqiqi məsafəmizdir. Amma burada deyir ki, təhrif fərqi var, 228 kilometr təhrif fərqi var. 5772-nin üstünə 228 də gəlsək, olacaq 6000 kilometr. 6000 kilometr bizə lazım olan rəqəmdir və həqiqi uzunluqdur. Miqyas isə, xəttdəki uzunluq isə 30 cm-dirsə, biz bilirik ki, miqyas bərabərdir həqiqi məsafə bölünsün xəttdəki məsafəyə. 6000 kilometri 30 santimetrə bölsək, 200 rəqəmi alarıq. 200 miqyası da miqyasla istifadə etmək üçün arxasına 5 dənə sıfır əlavə edirik. Yəni 200 demək, arxasına 5 dənə sıfır olacaq 20 milyon. Yəni cavabımız A variantıdır. Çayın mənbəyi atmosfer təzyiqi 540 mm civə sütunudur. Mənsəbi isə dünya okean səviyyəsindən 600 metr yüksəkdə yerləşir. Belə bir çay çəkək, mənbəyində təzyiq 540, mənsəbi isə dəniz səviyyəsindən 600 metr yuxarıdadır. Biz bilirik ki, dəniz səviyyəsində, okean səviyyəsində təzyiq 760 mm civə sütunudur. 600 metr hündürə qalxmaq təzyiqin 60 mm daha az olması deməkdir. Çünki biz bildik ki, barik pillə 10 metrə 1 mm-dir. Yəni, demək ki, belə çıxır ki, biz 760-dan da 60 çıxacaq və çayın mənsəbində təzyiqin 700 mm civə sütunu olduğunu tapırıq.
Çayın uzunluğunun bir bölünsün 2.500.000 miqyas xətti 80 sm olduğunu bilərək onun orta meylini tapaq. Öncə çayın həqiqi uzunluğunu tapaq, miqyası xəttdəki uzunluğa vurarıq. Yəni 25-i vururuq deməli 80 santimetrə. Bu eləyəcək 2000 kilometr. 2000 kilometr. Həqiqi uzunluq 2000 kilometrdir. Yəni çayın uzunluğu 2000 kilometrdir. Və çayın düşməsini tapaq. Düşmə mənbə ilə mənsəbin arasındakı hündürlük fərqidir. 700 mm civə sütunundan 540 mm civə sütununa çıxsaq eləyəcək 160. 160 mm təzyiq fərqi də 1600 metr hündürlük fərqi deməkdir. Və meyillik bərabərdir. Düşmə bölünsün uzunluq. Bu çayın meyillik düsturudur. Düşməmiz 1600, çayın uzunluğu isə 2000. Yəni 1600-ü 2000-ə böləcəyik. Bu da eləyəcək 0,8 metr bölünsün kilometr. Belə cavab D variantında var. Yerin öz xəyali ox ətrafında fırlanma sürətinin dəyişməsi ilə əlaqədar olaraq yer kürəsi iki məntəqə arasında 58 dərəcəlik uzunluq fərqini 435 dəqiqəyə dönmüşdür. Bunu nəzərə alaraq tədqiqatçıların 11 saat quşağın orta meridianı ilə çevrəsinin 1/4 hissəsinin uzunluğu 3438 km olan paralelin kəsmə nöqtəsindən şərq istiqamətində 955 km məsafə qət etdikdən sonra çatdığı coğrafi uzunluğu müəyyən edək. Əvvəlcə biz artıq görürük ki, yerin öz xəyali ox ətrafında fırlanma sürəti dəyişibdir. Belə çıxır ki, artıq 1 dərəcəmiz 4 dəqiqə deyil. Bunu tapmaqdan ötürü nə edirik? 435 dəqiqəni 58 dərəcə bölürük və 1 dərəcənin 7,5 dəqiqə olduğunu tapırıq. Normalda 1 dərəcəmiz 4 dəqiqədir, amma 435-i 58-ə böləndə cavabımız 7,5 dəqiqə eləyəcək. Və 1 saatımız da 60 dəqiqə olduğuna görə görək indi 1 saatımız neçə dərəcə olacaq? 60 dəqiqəni bölürük 7,5 dəqiqəyə, cavabımız olacaq 8 dərəcə. Normalda biz bilirik ki, 1 saat 15 dərəcədir, amma verilən şərtdə təxəyyül sual olaraq götürülür ki, 1 saatımız 8 dərəcədir. Bu məlumatı biz 11 saat quşağına tətbiq edəcək olsaq, 1 saatımız 8 dərəcə olduğunu nəzərə alsaq, 11 saat quşağı 8 dərəcəyə vururuq. Deməli, məntəqə 88 dərəcə şərq uzunluğunda yerləşir. Yəni, tədqiqatçının 11 saat quşağının orta meridianı ilə deyirsə, söhbət 88 dərəcə şərq uzunluğuna gedir. Və çevrəsinin 1/4 hissəsinin uzunluğu 3438 km olan paralel. Gəlin, bu paralelin həqiqi uzunluğunu tapaq. Deməli, biz 3438 kilometri 4-ə vurmalıyıq ki, həqiqi uzunluğu tapaq. Bu da eləyəcək 13752 kilometr. Yəni, biz nə elədik? 3438-i vurduq 4-ə. Çünki 4/1 3438 kilometrdir. 13752 kilometrdir. Və bu paralelin 1 dərəcə qövsünün uzunluğunu tapmaqdan ötürü onun həqiqi uzunluğunu biz nə etməliyik? 360-a bölməliyik ki, 1 dərəcəsini tapaq. Bu da eləyəcəkdir 38,2 kilometr. Şərtin ardından deyilir ki, deməli, bu paralel üzrə, yəni 1 dərəcəlik qövsünün uzunluğu 38,2 kilometr olan paralel üzrə 955 kilometr məsafə qət edilib. Görək neçə dərəcə qət edilib? 955-i 38,2-yə böləcəyik. Bu da eləyəcək 25 dərəcə. Belə çıxır ki, cəmi 25 dərəcə məsafə qət olunub. Və deyir ki, qət etdikdən sonra çatdığı coğrafi koordinatlar hardan başlayır? 11 saat quşağının orta meridianından, yəni 88 dərəcə şərq uzunluğundan hansı istiqamətə? Şərq istiqamətə 25 dərəcə. 88-in üstünə 25-i gəlsək, cavabımız eləyəcək 113 dərəcə şərq uzunluğu. Yəni, burada cavabımız C variantıdır. Şəkildə günəş şüalarının günün fərqli saatlarında A məntəqəsinə düşmə bucaqları göstərilmişdir. Buna əsasən A məntəqəsinə şaquli basılmış dirəyin kölgəsi günəşin birinci vəziyyətindən ikinci vəziyyətinə gəldiyi müddət ərzində, yəni buradan bura
gəldiyi müddət ərzində necə dəyişər? Biz bilirik ki, günəş nə qədər böyük bucaq altına düşərsə, kölgənin uzunluğu da o qədər kiçilər. Yəni kölgənin uzunluğu qısalar. Cavab burada B variantıdır. 5-ci suala baxaq. Düzgün olmayan bəndi seçək. Skandinaviya dağlarının mütləq hündürlüyü Ural dağlarının mütləq hündürlüyündən daha azdır. Biz bilirik ki, Skandinaviya dağlarında ən yüksək yer Qalxıpigen zirvəsidir. 2469 metrdir. Ural dağlarında isə Narodnaya zirvəsidir. 1895 metr. Deməli, Skandinaviya Uraldan daha hündürdür və bu doğru fikri ifadə eləmir. Deməli, bizə birinci şərt lazımdır. Birinci şərtin verilmədiyi variantları silirəm. Böyük Suariz dağlarının ən hündür zirvəsinin mütləq hündürlüyü 2820 yox, 2228. Yəni 2228 metr olmalıdır. İkinci şərtdə yanlış fikir ifadə edildiyinə görə bizə lazımdır. İkinci şərtin verilmədiyi variantlarda silsək, B variantı qalır. Yerin maqnit sahəsinin formalaşmasının əsas səbəbi daxili və xarici qüvvələrin hərəkətidir şərti doğrudur. Onlar fərqli sürətlərdə fırlandıqlarına görə arada bir maqnit sahəsi formalaşır. Üçüncü şərt doğru fikir ifadə edildiyinə görə bizə lazım deyil. Makdonel dağları təsvir tablarının divergent sərhədində yerləşir şərti yanlışdır. Biz bilirik ki, Makdonel dağları Avstraliyanın demək olar ki, mərkəzindədir və həmin yerdə heç bir divergent və ya konvergent zona yoxdur. Dördüncü şərtdə yanlış fikir ifadə edildiyinə görə bizə lazımdır. B variantı doğru cavabdır. Uran filizi tərkibinə görə çox kasıbdır. Ona görə də o qədər qiymətlidir. Belə deyə bilərik. Labrador yarımadasında zəngin dəmir filizi ehtiyatı mövcuddur. Şərti də doğru fikir ifadə edir. Cədvələ əsasən doğru olmayan sıraları müəyyən edək. Burada dağlar verilib, dağların mütləq hündürlüyü verilib, yarandığı qırışıq mərhələsi verilib və yerləşdiyi yarımkürələr verilib. Baxırıq, burada Altay dağları hündürlüyü 4506 metr, səhv eləmirəmsə Beluxa zirvəsi olmalıdır. Hertzin dağ əmələ gəlməsində əmələ gəlib və şimal və şərq yarımkürələrində yerləşir. Bu sətir tamamilə düzgün fikirləri ifadə edildiyinə görə bizə lazım deyil. Birinci şərtin verildiyi B variantını silirəm. Karpat dağlarında ən yüksək yer Gerlochovski ştit zirvəsidir. O da 2655 metr hündürlükdədir. Alp qırışıqlığında yaranıb və şimal və şərq yarımkürələrində yerləşir. İkinci şərtdə doğru fikir ifadə edildiyinə görə bizə lazım deyil. Deməli, biz A və Y variantlarını da silə bilərik. Alp dağları 4807 metr hündürlüyə malik olan Mont Blanc zirvəsinə malikdir. Alp qırışıqlığında yaranıb. Şimal, şərq və qərb yarımkürələri yazılıb. Bu yanlışdır. Çünki Alp dağları nə ekvator, nə də Qrinviçdən kəsilmədiyinə görə 3 yarımkürədə yerləşə bilməz. Burada şimal, şərq və qərb dediyinə görə belə çıxır ki, ya Alp dağları ya Qrinviçdən kəsilməlidir, ya da 180 dərəcəli meridianla. Bu şərtlərin heç biri də doğru deyil. Deməli, 3 bizə lazımdır. Kordilyer dağları 6194 McKinley və ya Denali zirvəsi Mezozoik Kimmeri qırışıqlığındadır. Şimal, şərq və qərb yarımkürələri bu da yanlışdır. Belə ki, Kordilyer dağları Şimali Amerika materikindədir və Şimali Amerika materiki yalnızca 2 yarımkürədədir. Şimal və qərb. Deməli, 4-cü şərt də bizə lazımdır. Skandinaviya dağları 2469 metr hündürlük Qalxıpigen zirvəsi Kaledon qırışıqlığındadır. Şimal və şərq yarımkürələrində yerləşir. Bu sətir tamamilə doğru fikirləri ifadə edildiyinə görə bizə lazım deyil. Deməli, C variantını da silə bilərik. Qafqaz dağlarının hündürlüyü ən yüksək yeri 5642 metr təşkil edən Elbrus zirvəsi olduğu halda burada 5033 verilib və ona görə də bu sətir yanlış fikir ifadə edilir və bizə lazımdır. Cavab D variantı. 7-ci sual baxaq. Coğrafi obyektlərin qərbdən şərqə doğru düzgün ardıcıllığı. Florida yarımadası Şimali Amerikadadır. Azor adaları Afrikanın qərbində. Novosibir adaları Asiyanın şimalında. Malakka yarımadası Asiyanın cənub-şərqində. Sulawesi adası Yedinci sual baxaq. Coğrafi obyektlərin qərbdən şərqə doğru düzgün ardıcıllığını müəyyən edək.
A variantında Florida yarımadası, Azor adaları ardıcıllığı normal gəlir. Amma Novosibir adaları Malakka yarımadası və Sulawesi adasından daha şərqdədir. Bunu xəritəyə baxıb görə bilərik. Deməli, A variantı yanlış fikir ifadə edir. B variantında Saxalin adasından sonra Sumatra adası verilib. Saxalin adası Avrasiyanın şərqində, Sumatra isə cənub-şərqindədir. Sumatra adası Saxalin adasından daha qərbdədir. Deməli, B variantı da bizə lazım deyil. C variantında Böyük Britaniya adasından sonra İslandiya adası verilib, amma xəritəyə baxsaq görərik ki, İslandiya Böyük Britaniyadan daha qərbdədir. Deməli, C variantı da bizə lazım deyil. D variantında Odlu torpaq, İrlandiya adası, Skandinaviya yarımadası, Kalimantan və ya Borneo adası, ardından Sumatra adası verilib. Normal ardıcıllıq gəlirdi, amma Kalimantandan sonra Sumatra verilməyi şərti pozur. Deməli, D variantı da yanlışdır. Kanar adaları, Bretan yarımadası, Krit adası, Süveyş kanalı və Novaya Zemlya adası doğru ardıcılığı ifadə edir və cavabımız Y variantıdır. Doğru olan ifadəni müəyyən edək. Geosignal ərazidə geotermik pillə daha kiçikdir. Bu şərt doğrudur. Platformalarda geotermik pillə daha böyük olur, geosignal ərazilərdə isə daha kiçik olur. Birinci şərt doğru fikri ifadə edildiyinə görə bizə lazımdır və birinci şərtin verilmədiyi variantları silirik. Cəmi 2 variantımız qaldı. Bütün təsvir tavalarının konvergen sərhədində subduksiya prosesi baş verir. Bu yanlış fikirdir. Çünki matrik tipli təsvir tavalarının konvergent zonası kolliziyadır və burada subduksiya deyil. Subduksiya biz bilirik ki, okeanla materikin toqquşması zamanı okeanın materikin altına gömülməsi prosesidir. İkinci şərt yanlış fikir ifadə edir. Pasxa, Müqəddəs Helena, İslandiya və Aleut adaları təsvir tavalarının divergent sərhədində yerləşir şərti də yanlışdır. Belə ki, Aleut adaları Alyaska yarımadasının tərəfdə konvergent zonada yerləşir. Üçüncü şərtdə yanlış fikir ifadə edildiyinə görə biz C variantını silsək, qalır 1, 4, 6. Dəzlə və Fərat çaylarının başlanğıc götürdüyü ərazilər, yəni söhbət Anadolu yaylasından gedir. Seismik cəhətdən fəaldır, bəli, Alp Himalay dağ quşağında yerləşir. Karib, Filippin və Baffin dənizləri geosinkron ərazidə yerləşir. Karib və Filippin üçün bunu deyə bilərik, amma Baffin dənizi Kanada Arktik arxipelagında adalar arası dənizdir və tamamilə platforma zonadadır. 5-ci şərt də yanlışdır. Ruiz, Bardambunga və Pinatubo vulkanları şimal yarımkürəsində yerləşirlər şərti hər üçü doğrudur. Deməli, 6-cı şərt də bizə lazımdır. Cavab Y variantı. Doğru olmayan fikirləri müəyyən edək. Orta okean dağ silsilələrinin şimal buzlu okeanında rast gəlinmir şərti doğru olmayan fikirdir. Çünki bütün okeanlarda Orta okean dağları mövcuddur. Birinci şərt doğru fikri ifadə eləmir və bizə lazımdır. Birinci şərtin olmadığı variantları silirəm. Şimali Amerika materikində, deməli artıq ikinci şərt də bizə lazımdır. Çünki gördüyümüz qədərlə bizdə əlimizdə qalan şərtlərin içində 2 yoxdur. Baxaq, Şimali Amerika materikində yerləşən böyük düzənliklərin mütləq hündürlüyü mərkəzi düzənliklərin hündürlüyündən daha çoxdur. Bu doğrudur. Böyük düzənliklər Kordilyer dağlarına doğru istiqamətlənibdir. Mərkəzi düzənliklər isə əsasən şərq tərəfdədir. Bu doğru fikirdir və bizə lazım deyil. Afrika materikinin ən yüksək zirvəsi qar xəttindən aşağıda yerləşir şərti də yanlışdır. Çünki biz bilirik ki, ekvatorial, subekvatorial ərazilərdə qar xətti təxminən 5000 metrdir. Kilimanjaro zirvəsinin hündürlüyü isə 5895-dir. Deməli, 3 də yanlış fikir ifadə edildiyinə görə bizə lazımdırsa, Y variantını da silə bilərik. 4-ə baxaq. Viktoriya adasının qütb gecə gündüzləri olur şərti doğrudur. Viktoriya adası Kanada Arktik arxipelagındadır və qütb işıqlanma qurşağında yerləşir. 4-ü götürmürük. Şimal yarımkürəsində yerləşən bütün çayların deltasında əhali sıx məskunlaşmışdır. Bu şərti yanlışdır. Məsəl üçün, Lena, Yana, Indigirka, Makkenzi çayları Şimal buzlu okeanına tökülür, delta əmələ gətirir və orada əhali sıx deyil təbii ki. Deməli, 5-ci şərtdə yanlış fikir ifadə edilənə görə bizə lazımdır. A variantı doğrudur. Antarktidada fəaliyyətdə olan vulkanlar mövcuddur. Bəli, orada Ruiz,
Antarktidada fəaliyyətdə olan vulkanlar mövcuddur. Şərti də doğru fikir ifadə edir. Orada Erebus və Terror kimi vulkanlar var. 6-cı şərt də bizə lazım deyil. 10-cu suala baxaq. Uyğunluğu müəyyənləyək. Subtropik Aralıq dəniz iqlim vilayəti, subtropik Muson iqlim vilayəti və mülayim dəniz iqlim vilayətinə aid olan xüsusiyyətlər bizdən tələb olunur. Həmişəyaşıl coğrafiyaklı meşə və kolluqlar təbii zonası yayılmışdır. Bu yalnızca subtropikin Aralıq dəniz tipinə aiddir. Yəni birinci bir götürülməlidir. Birinci birin verilmədiyi B və Y variantlarını silmək olar. Çayların əksəriyyətinin səviyyəsi il ərzində kəskin dəyişmir. Deməli, burada demək olar ki, rütubət il boyu stabil olur. Subtropik Aralıq dəniz tipində qış ayları rütubətlidir, mussonda isə yay ayları. Amma mülayim dəniz iqlim vilayətində bu nisbətən sabitdir. Deməli, 3-cüyə 2 şərti uyğundur. 3-cüyə 2-nin verilmədiyi A variantını və D variantını silsək, sadəcə C variantı əlimizdə qalır. Artıq buna uyğun davranası olsaq, birinciyə həm də 3-ü götürəcəyik. Yəni, subtropik Aralıq dəniz tipində Avstraliya materikinin cənub-qərb hissəsində rast gəlinir şərti doğrudur. Birinciyə həm də 3-ü götürərik. İkinciyə 4-5 olacaq artıq. Yəni, subtropik Musson iqlim vilayətində 4 götürsək, qış aylarında kontinental hava kütlələri hakimdir. Bəli, musson rejimində yayda rütubətli, qışda quraq olur və yalnız qədim Lavraziya qurusuna aid olan müasir materiklərə rast gəlinir. Söhbət Şimali Amerika və Avrasiyadan gedir. Bu da doğru şərtdir. Və 3-cüyə də 2-6, 2-ni bayaq demişdik, 6-da deyək, Bretan yarımadasına rast gəlinir. Bəli, Fransanın şimal-qərbində, Biskay körfəzinin yuxarısında Bretan yarımadasında mülayim dəniz iqlim tipi var. Deməli, cavabımız C variantı. Dağ yamacında yerləşən və atmosfer təzyiqinin 580 mm civə sütunu olduğu məntəqədə ilin ən isti dövründə havanın temperaturu müsbət 13,5 dərəcə olaraq qeydə alınmışdır. Bunu nəzərə alaraq qar xəttinin keçdiyi hündürlüyü müəyyən edək. Bir yarım yamaç çəkək və dağın yamacında yerləşən və təzyiqi 580 mm civə sütunu olan bir məntəqənin öncə hündürlüyünü tapaq. Biz normal təzyiqdən verilən təzyiqi çıxıb hündürlüyü tapa bilərik. Yəni 760-dan 580 çıxsaq qalacaq 180. 180-i də 10-a vuracaq. Çünki barik pillə 10 metrdir, olacaq 1800. Deməli, buranın hündürlüyü 1800 metrdir. Və bu 1800 metrlik yerdə ən isti ay 13,5 dərəcədirsə, görək hansı hündürlükdə temperatur 0 dərəcədir. Biz 13,5 dərəcəni temperatura hündürlüyə çevirməliyik. Bundan ötürü 13,5-i 6 dərəcəyə bölüb 1000 metrədə vurarıq. Bu eləyir 2,25 ilə 1000-ə vuranda 2250 metr hündürlük eləyir. Yəni, buradan bura 2250 metr var. Üstünə də 1800-ü gəlsək, eləyəcək 4050 metr. 4050 metr variantı da B variantında göstərilib. İqlim diaqramının uyğun gəldiyi iqlim qurşağında yerləşən adaları müəyyən edək. Burada görürük ki, il ərzində yağıntı boldur, temperatur da müsbət 24-26 arası dəyişir. Bu da ekvator iqlim qurşağına uyğun ola bilər. Burada biz Kalimantan, Sulawesi və Sumatra adalarını qeyd edə bilərik. Yəni, burada cavab A variantı. B variantında Sardinya adası subtropikin Aralıq dəniz tipindədir. İrlandiya mülayim dənizdədir. Şri-Lanka subekvatorialdadır ya da Siciliya subtropikin Aralıq dəniz tipindədir. Madagaskar da cənub yarımkürəsində tropik və subekvatorial ərazidədir. 13-cü suala baxaq. Doğru fikri müəyyən edək. Respublikamızın ərazisində yağıntılar bərabər paylanan mülayim isti iqlim yarım tipi, Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarına rast gəlinir şərti yanlışdır. Çünki bu iqlim tipi yalnızca Böyük Qafqazdan Talışda var. Birinci şərt yanlış olduğuna görə A, D və C variantlarını silmək olar. Respublikamızın ərazisində daxil olan mülayim dəniz hava kütlələri Azor və Müqəddəs Yelena adaları üzərindən formalaşır. Bu da bu şərt də yanlışdır. Çünki Müqəddəs Yelena cənub yarımkürəsindədir. Mülayim dəniz iqlim tipi isə
mülayim iqlim qurşağının şimal yarımkürəsi hissəsindən Azərbaycan daxil olur. İkinci şərtdə yanlış olduğuna görə B variantını da silsək, yalnızca Y variantı qalır əlimizdə. Və hörmətli müəllimlər və bu videonu izləyən abituriyentlər, gördüyünüz qədər imtahanda ələmə aparmaq, yəni konkret əmin olduğunuz, yanlışlığına əmin olduğunuz sualın üstünə xətt çəkmək sizin vaxtınıza qənaət edəcək. Üçüncü şərtə baxaq. Azərbaycan Respublikasının ərazisində axan Tikanlı çay, Əlincə çay, Bərgüşad çaylarının qidalanmasında yeraltı sular üstünü təşkil edir şərti doğrudur. Tikanlı çay 60%, Bərgüşad çay 55% və Əlincə çay 55%, o da 55%. Bunları mən kitabdan baxıb qeyd elədim, çünki bunlar mənim əzbərimdə yoxdur. Deməli, üçüncü şərt bizə lazımdır. Dördə baxaq. Eldar şamı, qarmaqvari şam, ardıc və saqqız ağacı Respublikamızda yayılan iynəyarpaqlı ağac növləri şərti saqqız ağacına aid deyil. Digərləri isə aiddir. Bunu da qeyd olaraq deyək. Eldar şamıdır, qarmaqvari şamdır. Ardıcın 4 növüdür. Yəni uzun gövdəli, çox meyvəli, qırmızı və biri də var idi, unutdum. Bir də Avropa qara çöhrəsi. Bunlar Azərbaycanda yayılan iynə yarpaqlı ağaclardır. Və ağır iyili, səhv xatırlamamsa ağır iyili arıc da olmalıdır. Deməli, dördüncü şərt doğru fikri ifadə eləmir. Çünki iynə yarpaqlı istədiyinə görə saqqız ağacını buradan çıxdıq. Respublikamızda günəş enerjisinin illik miqdarı 120-160 kilokalori aralığındadır şərti doğrudur. Dərsliklərdə də bu var. Və Azərbaycanda Mil, Muğam və Qarabağ düzlərində irriqasiya eroziyası daha intensivdir. İrriqasiya eroziyası suvarmanın aparıldığı yerlərdə olar və bu düzənliklər də ona uyğundur. Cavab Y variantı. Müvafiq olaraq relyef vahidlərinin hündürlüklərinin azalmasına görə sıralayaq. Burada Dübrarın hündürlüyü 2205 metrdir. Qoşqarın hündürlüyü 3361 metrdir. Qaraburqanın hündürlüyü 3471 metrdir və Böyük Kirsin də hündürlüyü 2725 metrdir. Bu ardıcılıqla görürük ki, burada cavab 3, 2, 4, 1, yəni C variantıdır. Uyğunluğu müəyyən eləyək. Yay quraq keçən mülayim isti, yay quraq keçən soyuq və yağıntıları bərabər paylanan mülayim isti iqlim tiplərinin yayıldığı ərazidən soruşulur. Kiçik Qafqazın cənub-şərq qurtaracağı yay quraq keçən mülayim isti iqlim tipidir. Yəni birinciyə A. Birinciyə A-nın verilmədiyi A variantını silirəm. Böyük Qafqazın cənub yamacı. Burada biz yağıntıları bərabər paylanan mülayim isti iqlimi götürə bilərik. İqlim tipləri xəritəsində 5 rəqəminə verilir. Üçüncüyə B. Üçüncüyə B-nin verilmədiyi B variantını və Y variantını silsək C və D variantları qalır. Lənkəran ovalığında yayılan yay quraq keçən mülayim isti iqlimdir. Birinciyə həm də C olacaq. Birinciyə A, C, hələ ki hər iki variantda var. Görək Y də varmı birinciyə? Qanıq əriçə çökəkliyi. Qanıq əriçə çökəkliyində qışı quraq keçən mülayim isti iqlimdir. Deməli, bizə Y heç bir şərt üçün lazım deyilsə, deməli, C variantını da silə bilərik. Deməli, birinciyə A, C, ikinciyə olacaq D, yəni yay quraq keçən soyuq iqlim bilirik ki, Naxçıvandadır və Naxçıvan orta dağlığı verilib burada, bəli. Və yağıntıları bərabər paylanan mülayim isti iqlim də yerləşəcək Böyük Qafqazın cənub yamacında. Cavab D variantı. Xəritə sxemi əsasında rəqəmlərə müvafiq gələn adaların aid olduğu ölkələrin mühümdir. Bir rəqəmi ilə Zelandiya adası verilib və Zelandiya adası Danimarkaya aiddir. Birə Danimarkanın verilmədiyi B, D, Y variantlarını silirəm. 2 rəqəmi ilə verilən ada Hotland adasıdır və İsveçə aiddir. Burada ikincidə İsveçin verildiyi A variantı cavab. Deməli, C-ni də silirik. 3 rəqəmi ilə verilən
Saurima adasıdır. O da Estoniyaya aiddir. Deməli, burada A variantı doğru variantdır. Chuquicamata və Tautona mədənlərinin yerləşdiyi ölkələr üçün ümumi əlamətləri müəyyən edək. Biz bilirik ki, Chuquicamata Çilidə yerləşən mis yatağıdır. Tautona da Cənubi Afrika Respublikasında qızıl yatağıdır. Cənub yarımkürəsində yerləşirlər şərti bu ölkələrin hər ikisi üçün aiddir. Deməli, birinci şərt bizə lazımdır. Birinci şərtin verilmədiyi variantları silirəm. İnkişaf etməkdə olan ölkələrdir. Avstraliya, Cənubi Afrika Respublikası inkişaf etmiş ölkədir. Deməli, 2 ortaq fikir deyil. Deməli, 2-ni silsəm D variantına gedər, qalar Y variantı. Günəşin ildə 2 dəfə zenitdə olduğu məntəqələr mövcuddur. Yəni, tropik işıqlanma qurşağına düşən hissələri var. Şərti hər iki ölkə üçün uyğundur. Çünki həm Çilini, həm də Cənubi Afrika Respublikasını cənub tropik xətti kəsir. 3 bizə lazımdır. Aralıq dənizi iqlim tipi müşahidə olunur. Bəli, həm Cənubi Amerikanın qərbində, yəni Çilidə, həm də Cənubi Afrika Respublikasının qərbində, cənub-qərbində Aralıq dənizi iqlim tipi var. 4 də bizə lazımdır. Artıq Y variantı çıxdı. Geotermik pillə böyükdür. Biz bilirik ki, Çili Ant-Kordilyer dağ sistemindədir və həmin yerdə geotermik pillə kiçikdir. 5-ci şərt yanlışdır. Federativ inzibati ərazi quruluşuna maliklər şərti də ortaq deyil. Deməli, A variantında sildik. Cavab Y variantı. 18-ci sual baxaq. Xətti sxemdə verilmiş A çayına aid olan əlamətləri müəyyən edək. Burada biz Parana çayının olduğunu görürük. Atlantik okeanına böyük bir estuari ilə tökülən çaydır. Mənsəbində estuari yaranıb şərti doğrudur. Deməli, birinci şərt bizə lazımdır. Birinci şərtin verilmədiyi variantları silirəm. Deməli, ya B bəndi qalır, ya da Y bəndi. Burada artıq ikinci şərt avtomatik ələnmiş olur. Qolları üzərində Anhel və İqlas şəhərləri yerləşir. Anhel şəhərləsi biz bilirik ki, Orinoco çayının Çuxurun qolu üzərindədir. İkinci şərt yanlışdır. Hövzəsində çöllər, savanna və seyri meşələr formalaşmışdır. Şərti doğrudur. Bəli, burada subtropik ərazidə çöllər, subekvatoral zonada isə savanna və seyri meşələr var. Üçüncü şərtdə bizə lazımdırsa avtomatik Y variantı ələnmiş olur. B qalır. Cənub tropik xətti ilə kəsişir şərti də Parana çayı üçün uyğundur. 1-3-4. Mənsəbində mülayim kontinental iqlim tipi səcəvidir şərti yanlışdır. Çünki burada subtropikin bərabər rütubətlisi var. 5-ci şərt də yanlışdır. Bolsulluq dövrü iyul-avqust aylarının aralığından təsadüf edir. Parana çayının mənbəyini götürdüyü ərazilər, yəni Braziliya yaylası subekvator iqlim qurşağında yerləşir və cənub yarımkürəsində subekvator iqlim qurşağı dekabr, yanvar, fevral aylarında bol rütubət alır. Çünki həmin aylar cənub yarımkürəsi üçün yay aylarıdır. Deməli, 6-cı şərtdə yanlış fikir ifadə edilir. Cavab B variantı. 19-cu suala baxaq. Deməli, çayın 10 saniyədəki su sərfi 3750 kubmetrdir. Çayın 250 sutka ərzində axıdacağı suyun miqdarını tapaq. 10 saniyəsi 3750 kubmetrdirsə, bu 10 saniyəni 6-ya vursaq, yəni bu 10 saniyədə 3750-dir. Bunu 6-ya vursaq olacaq dəqiqə, 6-ya vursaq. Sonra onu 60-a vursaq olacaq saat, yəni 60 dəqiqə 1 saat. Onu 24-ə vursaq eləyəcək 1 sutka, yəni 24 saat. Və bizə də 250 sutka verilibdir. Onu da təzədən qayıdıb 250-yə vurarıq. Yəni cavabımız olacaq 8,1 milyard. 8 milyard 100 milyon olacaq. Və cavabı da bizdən kub kilometrdən istəyir. 1 kub kilometrimizdə 1 milyard kub metrdir. Biz onda bu rəqəmi milyarda bölməliyik. Yəni 9 sıfır silməliyik. 1, 2, 3, 4, 5, 6, 7, 8. 9 sıfırda burada vergül əmələ gətirir. Yəni 8,1 kub kilometr. Cavab C variantı. Respublikamızın ərazisində axan çayları mənsəblərinin hündürlüyünün artma ardıcılığı ilə müəyyən edək. Əvvəlcədən bunu bilək ki, hörmətli müəllimlər və abituriyentlər, çayların mənsəblərinin ən aşağı olduğu yer Xəzərə tökülən çaylardır. Yəni Quba-Xaçmaz zonası, Lənkəran-Astara zonası və Kür.
ən hündür olan yeri soruşsa biz Naxçıvan çaylarını götürərik. Çünki Şəhər Ordubad düzü Azərbaycanın ən yüksək düzənliyidir. Belə çıxır ki, biz Vəlvələ çayı birinci götürərik. Çünki Xəzərə tökülən çaydır və -27 götürərik. Əlincə çay isə Naxçıvanda Araza tökülən çaydır. Deməli, biz 3-dən başlayıb 2 ilə qutaran bir variant seçməliyik. Görürük ki, burada 3-dən başlayıb 2 ilə qutaran yeganə variant D variantıdır. Yəni, Vəlvələ çayı -27, bir rəqəmin Araz çayı Kürə Sabirabadın Suqovuşan kəndindən -11 metr hündürlükdə tökülür. Deməli, 3, 1, 5 Tərtər çayı Kürə tökülür Qarabağ zonasında. Xəritədə təxminən yaşıl rənglə görünür. 4 Həkəri çayı Araza tökülür, nisbətən hündürdür. Ən hündürü də 2, 50-cə çay Naxçıvanın düzənliklərində Araza tökülür. Cavab D variantı.